لكن نبي نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sual verilir ki, qadınlar qəbristanlığa gedə bilərmi? Yəni, bu barədə dəfələrlə deyilib, artıq ixtilaf var bu məsələdə. Yəni, bəzi alimlər buyurur ki, qətiyyən olmaz və bəzi alimlər isə deyir ki, olar, amma ara sıra və o da şərtlərlə olar. Çünki onların əsaslandığı dəlillərdən La'anallahu zəiratil qubur, qəbristanlığı mütləq şəkildə ziyarət edən qadınlara Allah lənət eləsin hədisi var və onlara əsaslananlar deyirlər ki, olmaz, qətiyyən olmaz. Amma digər alimlər isə deyirlər ki, o hədis zəif olduğu üçün başqa bir hədis var. La'anallahu zəvvaratil qubur, qəbirləri tez-tez ziyarət edən qadınlara, yəni Allah lənət etsin. Deməli, tez-tez ziyarət edənlərə lənət gəlib və həmçinin digər tərəfdən də dəlillər var ki, qadınların qəbristanlığa getməsinə dəlalət edən dəlillər var və bunları cəm edəndə ortaya çıxan artıq nəticə odur ki, yəni qadınların qəbristanlığa getməsi icazəlidir, amma tez-tez yox, ara-sıra və şərtlərlə. Şərtlər də qeyd olundu ki, yəni örtünərək getməli, açıq-saçıq çıxmamalı evdən və ətirlənməməli və həmçinin ora getdikdən sonra özünü saxlaya bilməli. Yəni, çox vaxt qadınlar xislətindəndir ki, yəni yaxını bir əzizi ölübsə, onun qəbrinin üstünə getdiyi zaman özünü saxlaya bilmir, qışqırır və vay-şivən qoparır. Yəni, belə bir hal olarsa, əlbəttə ki, yenə haram olur. Amma bu şərtlərə riayət edərək gedəcəksə, ara bir getməsində daha yaxın olan odur ki, icazəlidir.